ən mənfur tip özündən razı olan dindardır. Əlinin başını o adamlar kəsdi. İmam Hüseynin başını o adamlar kəsdi. Sən elə hər namaz qılanın tərəfini tut, xeyr, ibadətinə söykənən, özündən razı olan namaz qılan imam qatili olur. Amma özünü qınayan içkiysən, tövbə edir, gəlir imama qoşulur və gedir şəhadətə çatır. Özündən razılığın qarşısını istiğfarla almaq lazımdır. Özündən razı olmaq insana xasdır. Bunu necə tənzimləyək? Dərhal əstəğfirullah Rabbi və tubulə, bu zikri insan təkrar eləsin ki, özündən razılıqdan qurtulsun. Olmasa necə olur? Olmasa ya bəlayla, ya günahla olur bu. Görəndə adam özündən razıdır, Allah görür, istiğfarla eləmədi, qarşısını almadı. Allah dinləyir buna, bəla göndərək, həddi aşmışdı, qayıtsın yerinə. Və yaxud neynir? Nəzərin çəkir, günaha salır. Günah eləyir, özünə gəlir ki, mən o qədər də yaxşı deyilənmiş.